Məsələn, oğlan uşağına deyirlər, niyə ev işi verməliyik, qız kimi böyüyər. O qədər ev işi görməyən, amma indi hal-hazırda kişilik xarakterləri olmayan şəxsiyyətlərlə doludur cəmiyyət. Anaların çoxsu birinci övladına göstərdiyi titizliyi ikinci övladına göstərmir. Digər uşaqlar sakit oturub dərsə qulaq asır, mənim uşağım ora-bura qaçır. Yəni sənin uşağın bütün uşaqlar kimi olmalı deyil axı. Psixoloji problemləri yüksək səviyyədədir və valideyn bunu görmür. Çünki valideyn özü də bu halı yaşayır. Bunu uşağın tərəfindən fikirləşmək lazımdır. Bizim gərginliyimizlə uşaqların gərginliyi, bizim depressiyamızla uşaq depressiyası eyni deyil. Çünki biz stresslə baş etməni anadan öyrənirik, atadan öyrənirik. Hər birimizin anası, atası nümunəvi olmaya da bilər. Sən övladınızda kəkələmə varsa, dırnaq yemə varsa, masturbasiya, onanizm varsa, bunlar hamısı psixoloji durumun yerində olmadığının göstəricisidir. İnsanlar arasında yaşanan psixoloji problem fərqli olur, müraciət olunan tam fərqli olur.